Salam, bugün Lenormand Oracle-dan bəzi kartların mənası ilə tanış olacaq biz. Ümumiyyətlə Azərbaycanda çox məşhur deyil bu kartlar, amma belə deyim, mən çox sevirəm bu kartları. Bu kartlarla baxım eləmək Lenormand Oracle-la. Çünki Taro bəlli bizə geniş məlumat verir. Biz Taro ilə fikirlər, düşüncələr, hisslər, hər bir şey oxuya bilirik. 36 kartlara daha çox maraq var. Çünki 36 kartlar bizə Rus kartlar deyirlər. Sovet dövründən qalır və çoxlarının əlində görmüşük ki, onun mənaları insanları daha çox maraqlandırır və Lenormand Oracle-dan mən danışmaq istəyirəm. Çox konkret mənalar və konkret məlumat verir bizə. Ona görə də mən bu kartları çox sevirəm. Bu kartların energetikası konkretdir, uzatmır. Məsəl üçün bu iş alınacaq, alınmayacaq, olacaq, olmayacaq, yazacaq, yazmayacaq, qismətli, qismət deyil və s. kimi konkret mənaları ifadə elədiyinə görə mən bu kartları çox sevirəm. Çünki tarolar uzada bilir. Çünki onlar daha çox enerjini oxuyur, fikirlər, düşüncələr, maraqlar falan. Bu kartlar biraz konkretdir və çox uzatmır. Uzatmadan məlumat verir. Ona görə də nəsə haqqında dəqiq məlumat almaq istəyəndə mən bu kartların energetikasından istifadə edirəm. Simvolikası da çox qəşəngdir. Belə ki, negativ enerji ilə bağlı, hisslərlə bağlı, hər bir şeylə bağlı ümumiyyətcə 36 kartlardan daha çox bu kartlardan məlumat alır və ümumi enerjidən, baş verənlərdən xəbərdar olmaq mümkündür. Bugün mən deməli danışacağım Rider kartından. Birinci kartın deməli birincisi olduğu kimi Kalodanın Oracle-unda Lenormand'ın da birinci kartı Rider kartıdır. Deməli, siz görürsünüz bu şəkildən, hətta burada görürsünüz simvollarda nə görürsünüz? Oğlan görürsünüz atın belində və adı da kim az çox ingilis dilindən məlumat varsa, rus dilində də olur bu kartlar, ingilis dilində də olur. İndi məndə olan hal-hazırda ingilis dilindədir. Hərəkət kartıdır, yəni hərəkət, hər bir şeydə hərəkət. Yazacaq mı, yazacaq, zəng eləyəcək mi, eləyəcək, inkişaf olacaq, münasibətlərdə olacaq. Bir sözlə, sürətli inkişaf kartıdır. Yazışma, mesaj kartıdır və yaxud da telefon vasitəsilə kimləsə danışma, görüntülü ola bilər. Nəsə hərəkət, insan tərəfindən hərəkət. Əgər münasibətlərdə çıxırsa bu kart, biraz belə deyim, oxşuyur hardasa tarot kartlarında şutdurak 0. baş arkana biraz qeyri-ciddi münasibətlər, əgər münasibətlərə çıxırsa, yəni insanın münasibətlərdə daha çox belə deyim, fiziki yaxınlıq istədiyin, cinsi əlaqə istədiyin, bax belə bir şey göstərir. Əgər siz küsülüsünüzsə və sual verirsinizsə ki, oğlan mənə yazacaqmı, barışmağa, görüşməyə cəhd eləyəcəkmi, əlbəttə ki, yazacaq. Əgər məsəl üçün ünsiyyətiniz küsülübsə, kəsilibsə və siz küsülüsünüzsə, bilmək istəyirsinizsə ki, siz danışa biləcəksiniz, danışacaqsınız, görüş olacaqmı, olacaq, barışacaqsınızmı, barışacaqsınız. Çünki necə ola bilər, axı görürsünüz, oğlandır burada atın üstündə və daim hərəkətdir. Əgər kimsə baxır, yeni bir tanışlıq, münasibət görünürmü, görürsünüz, yəni sizin həyatınıza yeni bir insan gəlir. Əlaqələrin sürətli inkişafı, hər bir şeydə hərəkət. Ümumiyyətlə münasibətlərdə, nə bilim hisslərdə, oğlanda, qızda, görüşdə, ümumiyyətlə hər şeydə bu nə çıxırsa başdan ayağa hərəkət deməkdir. Yazmaq, görüşmək, danışmaq, hərasa getmək, nəsə eləmək, xəbər, ünsiyyət və s. Əgər insan bu sizə qarşı da münasibətlərdə belə çıxırsa, münasibətlərdə, o deməkdir ki, insan çox aktivdir sizə qarşı, marağı var. Digər kartlar bizə daha çox məlumat verir. Ümumiyyətlə, heç bir kartda, heç bir simbolikanı təklikdə oxumaq mümkün deyil. Söz simvolika belə bir şeydir ki, bunlar sanki bir hərfdir və siz hərfləri birləşdirib bir söz yaratmağa çalışırsınız və birləşdirirsiniz bu sözləri ki, bir hərfləri ki, bir söz əmələ gəlsin, sözləri birləşdirirsiniz ki, bir cümlə əmələ gəlsin və ortaya çıxanı oxuyursunuz. Təklikdə başdan ayağa hərəkət, aktivlik, münasibət, görüş, xəbər, ünsiyyət, əlaqələrin çox sürətli inkişafı deməkdir. Amma münasibətlərdə çıxırsa, bu, xüsusilə əgər köhnə uzun müddətli münasibətlərdə çıxırsa, insan üçün bu, belə deyim də, ciddi bir şey deyil, səthi münasibətdir. Bir negativ mənası belədir. Əlbəttə ki, biz qonşu kartlara mütləq baxmalıyıq. Yanında nə çıxıb, biz bir kartı oxumayacaq. Ümumilikdə
kartları birləşdirərək məna çıxarmağa çalışacağıq. Digər kartlar barədə də məlumat verəcəm. İnşallah eləlik bu qədər. Yazın sizə hansı mövzular maraqlandırır, hansı kartların mənası sizi daha çox maraqlandırır, nəyi öyrənmək istəyərdiniz. Hələlik bu qədər. Sağ olun.